Növbəti dəfə hər hansı bir lüks otelə, yeni tikilmiş o bahalı biznes mərkəzinə və ya böyük bir alış-veriş ticarət mərkəzinə daxil olanda, Aha. o əzəmətli, ağır, şüşəli fırlanan qapılara bir anlıq diqqət yetirin. Yəni, memarlıq baxımından onlar, necə deyərlər, prestij, müasirlik, elegantlıq simvolu kimi görünür. Çöldəki səs-küyü, soyuq havanı içəri buraxmayan mükəmməl mühəndislik həllidir. Tamamilə düzdür. Enerji qənaəti üçün də idealdır. Bəli, amma əgər siz tutaq ki, təkərli araba istifadə edirsinizsə, qoltuq ağacı ilə yeriyirsinizsə və ya görmə məhdudiyyətiniz varsa, o elegant şüşə qapı birdən-birə keçilməz, hərəkət edən bir beton divara çevrilir. Dəqiq. Dizayn edildiyi cəmiyyətin bir hissəsini, yəni sözün əsl mənasında qapıda qoyur. Və çox vaxt biz o fırlanan qapıdan rahatlıqla heç düşünmədən keçib getdiyimiz üçün problemin mövcudluğunu belə fərq etmirik. Çünki şəhərlərimizin fiziki mühiti elə dizayn olunub ki, maneələr yalnız onlarla toqquşanlar üçün görünür olur. Bu, baxın, əslində memarlığın görünməz qərəzidir. Aha, görünməz qərəz. Bəli. Binalar, küçələr, səkilər obyektiv və ya neytral deyillər. Onlar hansısa bir qərar qabil edicinin dünyanın necə görməsini əks etdirirlər. Məhz buna görə də bugünkü bu dərinliklərə səyahət təhlilimizdə biz hər gün fərqində olmadan istifadə etdiyimiz o məkanların, yəni şəhərin fiziki kodlarını sındıracaq, bizi dinləyənlərə səslənirəm, təsəvvür edin ki, yaşadığınız binanın, hər gün addımladığınız səkinin təməlində tam fərqli bir insan hüquqları bəyannaməsi yatır. Maraqlı yanaşmadır. Əlimizdəki əsas mənbə, yəni bugünkü missiyamızın obyekti, Birləşmiş Millətlər Təşkilatının əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiyasına əsaslanaraq, Dünya Əlillər Birliyi tərəfindən hazırlanmış əlillər üçün universal standartlar təlimatıdır. Və bunu xüsusi vurğulamaq istəyirəm. Bu sənəd sadəcə mühəndislər üçün yazılmış cansıxıcı rəqəmlər toplusu deyil. Qətiyyən. Bu, azadlığın və müstəqil yaşamaq hüququnun memarlıq dilinə, yəni santimetrlərə və dərəcələrə tərcümə edilməsidir. Bugün siz bəlkə də hər gün yanından keçdiyiniz səkilərin, qapıların niyə məhz o cür dizayn edildiyini kəşf edəcəksiniz. Əslində, bu sənədin fəlsəfəsini başa düşmək üçün biraz tarixi kontekstə baxmaq lazımdır. Yüzilliklər boyu, xüsusən də 20-ci əsrdə şəhər salma, belə deyək, standart bir insan modeli üzərində qurulurdu. Aha, standart insan. Bəli, yəni memarların beynində hər iki ayağı üzərində cəld yeriyən, pilləkənləri qaça-qaça çıxan, mükəmməl görən və eşidən gənc bir fərd obrazı var idi. Bütün şəhər sanki bu xəyali ideal bədən üçün hesablanırdı. Amma Dünya Əlillər Birliyinin təlimatı bu təməl paradigmanı alt-üst edir. Yəni o standartı sıradan çıxarır. Dəqiq. Şəhər yalnız idealizə edilmiş bədənlər üçün deyil, cəmiyyətin bütün spektri üçün inşa edilməlidir. Binalar insan fəaliyyətini məhdudlaşdıran yox, fəaliyyəti asanlaşdıran alətlərə çevrilməlidir. Bu fəlsəfə sənədin elə ilk səhifələrindəki ümumi müddəalarda çox aydın və kəskin şəkildə özünü göstərir. Burada hər hansı bir kompromisdən söhbət getmir. Baxın, təlimata görə ictimai binaların 100%. Bəli, tam 100%. Yaşayış binalarındakı mənzillərin ən az 10% və sahəsi 1000 kvadrat metri keçən xüsusi təyinatlı binaların da 10% əlilliyi olan şəxslərin istifadəsi üçün tam uyğunlaşdırılmalıdır. Amma düzü məni burada ən çox düşündürən sosial uyğunluq vizası deyilən bir mexanizm oldu. Deyilir ki, tikinti planlarında bu universal standartlara uyğunluq təmin edilməsə, layihəyə sadəcə lisenziya verilmir, yəni bina tikilmir. Əgər bunu daha böyük mənzərə ilə əlaqələndirsək, bu vizanın tətbiqi əlçatanlığın memarlıqda bir növ xeyriyyəçilik və ya sonradan əlavə edilən estetik bir lüks olması fikrini tamamilə yox edir. Çünki əvvəllər yanaşma belə idi. Binanı tikək, hər şey hazır olsun, sonda biraz büdcə qalsa... Hə, kənara bir rampa da qoyarıq. Bəli, sonda pul qalsa rampa əlavə edərik. Bu yanaşma əlilliyi olan şəxsləri cəmiyyətin ikinci dərəcəli vətəndaşı kimi mövqələndirirdi. Sosial uyğunluq vizası isə deyir ki, xeyr, əlçatanlıq binanın bünövrəsi qədər əhəmiyyətlidir. Gəlin bunun detallarına qədər sökək. Təsəvvür edin, biz binaların təhlükəsizliyini adətən yanğın çıxışları, zəlzələyə davamlılıq və ya ventilyasiya sistemləri ilə ölçürük, elə deyilmi? Əlbəttə.
Əgər bir binanın layihəsində yanğın pilləkəni unudulubsa, heç bir bələdiyyə, heç bir qurum o binaya istismar icazəsi verməz. Çünki bu, insan həyatı üçün birbaşa təhdiddir. Təlimat əslində eyni məntiqi tətbiq edir. Yəni, əgər bir binaya təkərli araba istifadəçisi və ya görmə məhdudiyyətli bir şəxs daxil ola bilmirsə, o bina cəmiyyət üçün eyni dərəcədə qüsurlu, defektli sayılmalıdır. Çox gözəl bənzətmədir. Yəni, cəmiyyətin bütün üzvlərini qəbul edə bilməyən məkan təməldən xarabdır. Amma burada mənim ağlıma reallıqla bağlı böyük bir ziddiyyət gəlir. İndi inşaat sektorunda saysız-hesabsız yerli qaydalar, estetik standartlar var, hətta tarixi binaların qorunması ilə bağlı qanunlar var. Aha, bürokratiya. Bəli, deyək ki, bir bələdiyyə gəlir, deyir ki, yox, bizim bu küçənin estetikası tarixi daşlardan ibarətdir, buraya rampa və ya rezin o taktil səthlərdən qoymaq bizim görünüşü pozur. Qaydalar toqquşduqda nə baş verir? Hansı üstün gəlir? Bax, sənədin 5.1-ci maddəsi məhz bu hüquqi xaosu aradan qaldırmaq üçün yazılıb. Orada açıq şəkildə qeyd olunur ki, əgər bu universal standartlar, yerli idarə etmə qaydaları, bələdiyyə məhdudiyyətləri və ya lap elə iqtisadi səbəblərlə toqquşarsa, iyerarxik olaraq mütləq üstünlük universal standartlar təlimatına verilir. Heç biri istisna olmadan. Bəli, istisnasız. Yəni, insan ləyaqəti və azad hərəkət hüququ hər hansı bir şəhərin turistik estetikasından və ya inşaat şirkətinin büdcə qənaətindən qat-qat yuxarıdadır. Fiziki məkan hüququ bir mənalı olaraq qorunur. Bu çox önəmli məqamdır. Təməl fəlsəfəni və hüquqi çərçivəni anladıq, amma kağız üzərindəki qanunlarla reallıq çox vaxt fərqlənir axı. Gəlin indi o kağızların arasından çıxaq, birbaşa səkiyə, hər gün addımladığımız o küçələrə ayaq basaq. Əla olar. Küçə reallığı hər şeyi göstərir. Mənbəyə əsasən küçədəki ölçülər o qədər riyazi və dəqiqdir ki, yəni bu rəqəmlərin arxasında yatan insan təcrübəsini anlamaq çox maraqlıdır. Məsələn, səkilərin eni minimum 1,5 metr, idealda isə 2 metr olmalıdır və səkinin yana doğru meyliliyi 2% keçməməlidir. Daha sonra, görmə məhdudiyyətlilər üçün o sarı rəngdəki qabarıq taktil səthlər var, hansı ki mütləq 60 sm enində olmalıdır. O taktil səthlər düzü çox vaxt cəmiyyət tərəfindən sadəcə irəlidə pilləkən var xəbərdarlığı kimi başa düşülür. Elə mən də əvvəllər elə bilirdim. Çoxları elə bilir. Lakin reallıqda onlar çox kompleks bir toxunma, naviqasiya dilidir. Yəni fikir vermisinizsə, o sarı xətlərin hamısı eyni formada deyil. Üzərində uzun düz xətlər olan səthlər o deməkdir ki, hərəkət istiqaməti təhlükəsizdir, düz getməyə davam et. Aha. Lakin səth o qabarıq nöqtələrə, kiçik qübbələrə çevrilirsə, bu artıq diqqət et, burada kəsişmə, pilləkan və ya avtomobil yolu var mənasına gəlir. Görmə qabiliyyəti məhdud olan bir şəxs əsasıyla, hətta ayaqqabısının altındakı hissiyatla küçənin o səs-küyü, xaosu içərisində o xətləri oxuyur. Bu, sözün əsl mənasında ayaqaltı Braille əlifbasıdır. Ayaqaltı Braille əlifbası çox dəqiq təsvirdir, naviqasiya dili olduğu aydındır, amma təlimatda ağaclar, o küçə fənərləri və işarə dirəkləri ilə bağlı oxuduğum bir detal mənim üçün tam bir kəşf oldu, səmimi deyirəm. Hansı detalı deyirsiniz? Baxın, mənbə tələb edir ki, əgər səkidə bir ağac və ya dirək varsa, o, quru yerdən birbaşa bitməməlidir. Onlar mütləq 10 sm hündürlüyündə olan kiçik bir platformanın və ya səkiciyin daxilində yerləşdirilməlidir. Başlanğıcda mən düşündüm ki, yəqin bu sadəcə suvarma ya da ağacın kökünü qorumaq üçündür, amma əslində səbəb tamamilə insan anatomiyası ilə bağlıdır. Bəli, elə deyilmi? Dəqiq elədir. Görmə əngəlli bir şəxsin istifadə etdiyi ağ əsa yeri süpürərək irəlidəki maneələri yoxlayır. İndi təsəvvür edin, əgər bir metal dirək heç bir alt platforma olmadan birbaşa asfaltdan çıxarsa, əsa bəzən onu qaçıra bilər və ya dirəyin yuxarıya doğru genişlənən bir hissəsi varsa. Məsələn, küçə saatı ya da köhnə telefon butqaları kimi. Tamamilə düzdür. O zaman o geniş hissə şəxsin üzünə və ya sinəsinə çırpıla bilir, çünki asa yerdə onu hiss etmədi. Lakin yerdə o 10 santimetrlik platforma olanda, asa çox uzaqdan o hündürlük fərqini dərhal hiss edir. İnsan artıq bilir ki, aha, qabaqda şaquli bir maneə var və istiqamətini vaxtında dəyişir. Bu,
fizikanın və həndəsənin travmaların qarşısını necə almasının ən əyani sübutudur. Həqiqətən təəccüblüdür. Digər tərəfdən araba istifadəçilərinin fiziki sərfiyyatı məsələsi var. Panduslar, yəni rampalarla bağlı qoyulan limitlər. Qaydaya görə, əgər rampanın uzunluğu 10 metrə qədərdirsə, icazə verilən maksimum meyillik 8% ola bilər. Amma rampa daha uzundursa, 10 metri keçirsə, meyil maksimum 6%-ə salınmalıdır. Niyə uzun məsafədə dərəcəni azaltmağa məcburdular? Niyə hamısı 8% qalmır? Bunun səbəbi sırf insan əzələsinin tükənmə qabiliyyətidir. Yəni təkərli arabanı qol gücü ilə irəli itələmək onsuz da davamlı və yorucu bir fəaliyyətdir. Eyni zamanda bilir ki, cazibə qüvvəsi insanı arxaya doğru çəkir. Əgər rampa uzundursa və meyl də çox olarsa, fərdin enerjisi yuxarı çatmadan sadəcə tükənə bilər. Və bu da çox təhlükəlidir. Bəli, daha pisi, cazibə mərkəzi arxaya doğru yönəldiyindən arabanın aşma riski yaranır. Ona görə də məsafə uzandıqca meylin azaldılması, yəni yükün uzun bir səthə bərabər paylanması tələb olunur. Məqsəd odur ki, insan heç kimin köməyinə, dəstəyini ehtiyac duymadan həmin yoxuşu sərbəst qalxa bilsin. Müstəqillik hər şeydən öncə gəlir, bəli. Bəs səkidə hərəkət edərkən ən çox qarşılaşdığımız nöqtə piyada keçidləridir. Qaydalar bildirir ki, yol kənarındakı bordürlər ümumilikdə 15 sm hündürlüyündə ola bilər. Amma tam keçid nöqtəsində, yəni zebra zolaqların olduğu yerdə, səki 0 və ya maksimum 3 sm-ə qədər alçaldılmalıdır. Baxın, bu 3 sm məsələsində mənim beynimdə böyük bir sual yarandı. Eşidirəm. Əgər 3 sm belə bəzən problem yarada bilirsə, niyə sadəcə piyada keçidində səki ilə yolu tam dümdüz, yəni 0 səviyyəsində birləşdirmirlər? Hər yeri dümdüz etsək, heç bir maneə qalmaz axı. Riyazi olaraq tam 0 etmək ilk baxışda ən mükəmməl həll kimi görünür, razıyam. Lakin şəhər infrastrukturu çox kompleks və çox komponentli bir sistemdir. Hər yeri tam dümdüz etdikdə, biz iki əsas problemi həll edə bilmirik. Nədir onlar? Birincisi, suyun yönləndirilməsi, yəni drenaj sistemidir. Yağış yağarkən avtomobil yolundakı suyun birbaşa səkiyə və ya binaların girişinə dolmaması üçün küçə ilə səki arasında mütləq kiçik bir hündürlük fərqi və ya su kanalı şərtdir. Aha, suyun axması üçün. Bəli. İkincisi isə bəlkə də daha vacibi təhlükəsizlik sərhədidir. 0 səviyyəsində olan bir keçid görmə məhdudiyyətli bir insan üçün avtomobil yolunun harada başladığını anlamağı çox çətinləşdirir. Səki bitib, asfalt başlayanda ayağın əsanın hiss etdiyi o kiçik toxunma fərqi həyati bir siqnaldır. Deməli, tam 0 olsa, yolun harda başladığını bilməyib birbaşa maşınların qabağına çıxa bilər. Tamamilə düzdür. Qaydaların məhz 3 sm seçməsinin səbəbi isə odur ki, bu hündürlük həm suyu saxlaya bilir, həm kənar hissi verir, həm də təkərli arabanın ön, o daha kiçik təkərlərinin hər hansı güc tətbiq edilmədən aşa biləcəyi maksimum fiziki limitdir. Deyim, fırlanan qapılara gəlirik. O məşhur qapılar. Bəli. Təlimat onların istifadəsindən birmənalı qaçınılmasını tövsiyə edir. Əgər binanın dizaynı fırlanan qapı mütləq tələb edirsə, onun dərhal yanında fasiləsiz istifadə edilə bilən avtomatik və ya menteşəli ənənəvi qapı mütləq, amma mütləq olmalıdır. Çünki fırlanan qapı əslində bir növ sürət sınağıdır. Qapının dönmə tempinə uyğunlaşmaq, təkərli araba, qoltuq ağacı istifadə edənlər və hətta bələdçi iti ilə hərəkət edənlər üçün mümkünsüz bir tələyə çevrilir. İnsan fəzanı idarə edə bilmir, əksinə fəza insanı müəyyən bir tempdə hərəkət etməyə məcbur edir. Bu isə əlçatanlıq fəlsəfəsinin tam ziddinədir. Məsələnin ən maraqlı yeri burasıdır. Təsəvvür edin ki, çox mürəkkəb bir video oyunu oynarsınız. Siz irəli getmək, qapıdan keçmək, növbəti mərhələyə adlamaq istəyirsiniz. Lakin idarə etmə pultunuzun düymələri işləmir. Aha, çox vaxt elə olur oyunlarda. Siz düyməyə basırsınız, amma oyunun kodu sizin personajınıza hərəkət etməyə icazə vermir. Pis dizayn edilmiş binalarda, yəni əlçatanlığın nəzərə alınmadığı məkanlarda yaşamaq məcə tam olaraq belə bir hissdir. Problemin mənbəyi insanın özündə deyil, məkanın yazdığı o qüsurlu kodlardadır. Çox gözəl bənzətmədir. O qüsurlu kodlar elə şüşə qapılarda da çox rast gəlinir. Ziddiyyətli rəngli zolaqlar çəkilməlidir. Biri yerdən 90-100 sm, digəri isə 130-140 sm hündürlükdə. Mən başa düşə bilmirəm. Niyə məhz bu iki fərqli hündürlük?
Bir dənə ortadan çəksələr bəs etmir? Xeyr, bəs etmir. Çünki binaları istifadə edənlərin göz səviyyələri eyni deyil. 130-140 sm hündürlüyündəki o yuxarı zolaq, orta boylu, ayaq üstə duran bir insanın qarşıya baxarkən gözünün fokuslandığı nöqtədir. Bu zolaq sayəsində adam qarşıda hava boşluğu yox, şüşə olduğunu anlayır və çırpılmır. Aha, bəs aşağıdakı? Aşağıdakı 90-100 santimetrlik zolaq isə təkərli araba istifadəçilərinin, eyni zamanda kiçik yaşlı uşaqların göz səviyyəsidir. Yəni, hər iki qrup eyni anda heç bir ayrı seçkiliyə məruz qalmadan şüşəyə çırpılmaq təhlükəsindən qorunur. Bir zolaq hamı üçün işləməzdi. Hər şey nə qədər detallı düşünülüb. Şüşə qapıdan keçib dəhlizə daxil olduq. Dəhlizlərin ölçüləri də mən baxıram ki, arabanın hərəkət qanunlarına tabedir. Arabanın tam geriyə 360 dərəcə dönə bilməsi üçün, yəni U-turn edə bilməsi üçün mütləq 1.5 metr diametrində boş sahə tələb olunur. Amma düzü mənim üçün ən maraqlı və ən incə təfərrüat liftlərlə bağlıdır. Aha, liftlər çox kritikdir. Bürmələrin hündürlüyü 1.65 metr olmalıdır. Yəni nə 1 metr, nə də 1.1 metr. 1.65 metr. Sənəddən aydın olur ki, bu təkərli arabadan qolun ən rahat uzandığı bucaqdır. Ancaq səsli siqnallar məsələsi mənə tamamilə fərqli bir pəncərə açdı. Təlimata görə lift yuxarı qalxarkən cəmi bir dəfə səs çıxarmalıdır. Bip, aşağı düşərkən isə 2 dəfə səs etməlidir. Bip, dip. Bu doğrudan da bu qədər fərq yaradır. Burada ən heyrətamiz məqam odur ki, bəli, bu fərq böyükdür. Səslərin belə riyazi kodlaşdırılması görmə məhdudiyyətli şəxslərin müstəqilliyi üçün həlledici rol oynayır. Gəlin bir ssenari düşünək. Səsküylü bir ofis binasının lobbisindəsiniz. Hə, hamı danışır, səsküy. İnsanların danışıq səsləri, ayaq səsləri, çöldən gələn o trafik səsi. Görmə imkanı məhdud olan şəxs həmin o səs xaosu içərisində 4 müxtəlif liftin qapısının açıldığını eşidir. Bəs hansı yuxarı gedir, hansı aşağı düşür? Yəqin ki, kimdənsə soruşmalı olacaq. Bax, məsələ də odur. Ətrafındakı yad insanlardan daima bağışlayın bu lift hara gedir deyə soruşmaq məcburiyyətində qalmaq müstəqilliyin itirilməsidir. Lakin bir dəfə səs eşidirsə, mütləq bilir ki, lift yuxarı qalxır. 2 dəfə səs eşidirsə, əmindir ki, aşağı düşür. Bu kiçik akustik dizayn insanı başqasından asılı olmaq yükündən tamamilə qurtarır. Bu detalları öyrəndikcə insan başa düşür ki, məkanın dizaynı fərdə hörmətin ən birbaşa formasıdır. Və biz binanın ən dərinliyinə, 4-cü dayanacağımıza gəlirik. Şəxsi məkanlarda, yəni mətbəx və vanna otaqlarında müstəqillik. Küçədə, belə deyək, kimsə sənə səkidən düşməyə kömək edə bilər, amma öz otağında, mətbəxində insan tamamilə tək başına ayaqda qala bilməlidir. Elədir. Ən intim və şəxsi məkanlar oradır. Mətbəx tezgahlarının, yəni o iş masalarının altındakı dizaynı məhz buna hesablanıb. Tezgahın altında ən az 80 sm enində, 75 sm hündürlüyündə və 49 sm dərinliyində tam boşluq olmalıdır. Bu ölçülər təkərli arabanın ön hissəsinin və insanın dizlərinin masanın altına girməsini təmin edir ki, rahat işləyə bilsin. Digər tərəfdənsə, sobaların, fırınların düymələri arxada deyil, mütləq qabaq paneldə olmalıdır. Qaynar və təhlükəli bir qazanın üstündən qolu uzadıb düyməni çevirmək cəhdinin qarşısını almaq üçün. Böyle, tamamilə eyni mühəndislik ehtiyatlılığını biz vanna otaqlarında da görürük. Tutunma çubuqları var, yəni klozeti əhatə edən o məhəccərlər, onlar yerdən tam olaraq 80-95 sm hündürlükdə bərkidilməlidir. Niyə başqa rəqəm deyil? Məsələn, niyə 1 metr yox? Çünki bu rəqəm insan biomexanikasının birbaşa nəticəsidir. Bir fərd təkərli arabadan klozetə və ya duş kabinasına keçərkən bütün bədən ağırlığını qollarına verməli olur. Əgər məhəccər 1 metr hündürlükdə olsa, çiyin həddindən artıq yuxarı qalxır və adam özünü qaldırmaq üçün lazım olan əzələ rıçağını itirir, gücü çatmır. Aha, aydındır. Bəs aşağı olsa? 700 sm olsa, bu dəfə həddindən artıq aşağı əyilməlidir ki, bu da tarazlığı itirib yıxılmağa səbəb ola bilər. 80-95 santimetrlik aralıq, qol və çiyin oynaqlarının əzələ gücünü ən optimal istifadə edə bildiyi o qızıl nöqtədir. Bundan əlavə, təcili yardım üçün istifadə olunan siqnal ipi o qədər uzun olmalıdır ki, insan yıxılsa belə yerdə döşəmədən o ipə əli çata bilsin. Tutunma çubuğunun o mexanikası tam aydındır. Amma vanna otağı ilə bağlı sənətdə elə bir qayda var ki, yəni bu məni xeyli düşündürdü. Hansı qaydadır o?
Bir dəqiqə, niyə vanna otağının qapısı mütləq çölə doğru açılmalıdır? Qayda belə tələb edir. Adətən evlərdə içəri açılır axı. Mən əvvəlcə düşündüm ki, yəqin tualetin daxili çox dardır, qapı içəri açılanda təkərli arabaya yaxud klozetə dəyib mane olur. Yer tutur, ona görə də məkan qənaəti üçün çölə açılmalıdır. Səbəb budur. Məkanın genişlənməsi bunun sadəcə ikincili faydasıdır əslində. Əsl səbəb o deyil. O qapının çölə açılması tamamilə həyat qurtaran bir detala əsaslanır. Gəlin belə bir senari təsəvvür edək. Fiziki hərəkətliliyi məhdud olan bir şəxs və ya lap qoca bir adam tualetdə tarazlığını itirib yerə yıxılır. Dar məkanda insanın bədəni böyük ehtimalla sürüşərək qapının arxasına düşəcək. Aha, qapının arxasında yerdə qalacaq. Bəli. Əgər o qapı bizim ənənəvi evlərdəki kimi içəriyə doğru açılırsa, çöldəki xilas edicilər, ailə üzvləri və ya təcili yardım qapını aça bilməyəcək. Çünki içəridə yerdə yatan, bəlkə də huşsuz halda olan insan bədəni qapının qabağında əsl bir takoza, fiziki bir maneəyə çevriləcək. Qapını güclə itələmək o insana ağır travma yetirə bilər. İnanılmazdı, yəni sözün açığı heç ağlıma gəlməzdi. Adi bir qapının istiqamətinin bu qədər kritik bir məna daşıması, reallığına şahid olmaq insanı doğrudan da silkələyir. Beləliklə, bütün bunlar nə deməkdir? Biz mənbələrimizi analiz etdik və görürük ki, mənzərə heç də sadə deyil. Öyrəndik ki, küçədə təsadüfən gördüyümüz o 3 santimetrlik border fərqi, şüşə qapının üstündəki 90 santimetrlik zolaq, liftin səmaya doğru bir dəfə bip etməsi, vanna otağının çölə açılan qapısı bir memarın sadəcə şəxsi dizayn zövqü deyil. Heç də deyil. Bunlar insan ləyaqətinin, bərabər hüquqların və şəxsi azadlığın riyazi düsturlarıdır. Təlimat əslində əlçatanlığı bizə bir xeyriyyəçilik kimi yox, mütləq bir qanuna uyğunluq kimi təqdim edir. Həmçinin bizi dinləyənlər də bunu unutmamalıdır ki, heç kimin fiziki qabiliyyətləri ömür boyu eyni qalmır. Çox vacib məqamdır. Hamımız potensial namizədik. Bəli, bir xizək qəzası, ağır bir xəstəlik və ya sadəcə təbii yaşlanma prosesi cəmiyyətdəki hər kəsi potensial olaraq bu universal standartlara ehtiyac duyan birinə çevirə bilər. Yəni, bu qaydalar onlar üçün deyil, bütövlükdə cəmiyyətin, hamımızın gələcək sığortası üçün yazılıb. Bu sığorta məsələsi, bax, bizi əslində daha qlobal bir məntiqə, çox vacib bir suala gətirib çıxarır. Nədir o sual? Əgər biz fiziki dünyamızı, bu beton və dəmirdən ibarət sərt şəhərlərimizi hər kəs üçün əlçatan etmək məqsədi ilə qapıların istiqamətini, pandusların dərəcəsini, səslərin sayını bu qədər dəqiqliklə, bu qədər həssaslıqla yenidən yaza biliriksə, bəs bugün həyatımızın böyük hissəsinin keçdiyi görünməyən məkanlarımız necə olacaq? Rəqəmsal dünyanı nəzərdə tutursunuz. Məhz, rəqəmsal dünyamız, istifadə etdiyimiz mobil tətbiqlər, onlayn dövlət xidmətləri ya da iştirak etdiyimiz virtual toplantılar. Biz fiziki qapıları hər kəs üçün açmağa çalışırıq, bu çox gözəldir. Amma rəqəmsal mühitdəki o fırlanan qapıları, menyulardakı yüksək bordürləri niyə bu qədər dəqiqliklə standartlaşdırmırıq? Fiziki memarlıqdakı bu dərin məsuliyyət hissi rəqəmsal dünyanın kodlarına nə vaxt tam inteqrasiya olunacaq? Vay, bu çox güclü paralellikdir. Yəni, görünən divarları yıxarkən, ekranların arxasında hörülən o görünməz divarları da eyni ciddiyyətlə parçalamaq lazımdır. Və bu dərin provokativ düşüncə ilə bugünkü təhlilimizi yekunlaşdırırıq. Sizdən xahişim odur ki, bugündən etibarən şəhərdə gəzərkən, işə gedərkən və ya hər hansı binaya daxil olarkən ətrafınıza tam fərqli, yeni universal bir pəncərədən baxasınız. O sarı taktil xətləri, pandusları, düymələrin hündürlüyünü görün. Orada yalnız beton, plastik və ya metal deyil, kiminsə müstəqilliyinin şəhərin kodlarını necə həkk olunduğunu hiss edin. Sizinlə növbəti mənbələrin dərinliklərinə enənə qədər görüşmək ümidi ilə. Özünüzə yaxşı baxın. Təhlükəsiz və maneəsiz qalın.